Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər, necəsiz? Ümid edirəm, yaxşısınız, hər şey qaydasındadır. Bugün sizlərlə bir yerdə nəzəriyyə suallarına nəzər yetirəcəyik. Blog qrupunda bir şagirdim dedi ki, müəllim, belə suallar görəndə əziyyət çəkirəm, tətbiq etmək zəif olur və mən də istədim ki, bir video hazırlayım. Ümumiyyətlə, hər zaman uşaqlara deyirəm ki, kanalımda hazırladığım videoların bir çoxu sizin problem yaşadığınız mövzularla bağlıdır. Yəni, görürəm o uşaqlar ilişir. Deyirəm ki, yəni baxanda bilinir ki, bu daim uşaqların ilişdiyi bir bölmədir, bir sual tipidir və s. Bunu video izah halına gətirməyi biz seçirik yoldaşlar. Nəzərinizə çatdırım ki, bir məsələ də var video izaha keçməzdən öncə. Öncəliklə videonu bəyənin, bu yaddan çıxmasın. Çox adam izləyir, ancaq təəssüf ki, videonu bəyənmək yaddan çıxır. İkinci bir məsələ nədən ibarətdir? Bizim ikinci cəhd imtahanına hazırlıq qrupumuz fəaliyyətə başlayacaq 1 iyundan etibarən. İndidən qeydiyyatdan keçmək mümkündür. Əlavə olaraq mayın 1-i və mayın 2-sindən etibarən növbəti tədris ili üçün imtahanlara qeydiyyatımız başlayır. Onun üçün də müraciət edə bilərsiniz. İndi isə suallarımıza gəlin keçid edək, bərabər müzakirələrimizə başlayaq yoldaşlar. İlk sualımızdan başlayaq. Sualımızın şərtində deyir ki, fe'li xəbərin ifadə vasitəsi ola bilər. Fe'li birləşmələrə nələr daxildir uşaqlar? Məsdər tərkibləri, fe'li bağlama tərkibləri və fe'li sifət tərkibləri. Öncəliklə cavablarımızda 3-cü sırada fe'li bağlama yenidən qeyd olunubdur. Fe'li bağlama və ya onun tərkibi fərq etmir. Cümlə daxilində yalnızca uşaqlar zərflik ola bilər. Zərflik xaricində onun xəbər və ya hər hansı başqa cümlə üzvü olması mümkün deyil. Öncəliklə mən 3-ü variantlardan sildim. Fe'li birləşmələrdə fe'li bağlamanı dedik. Qaldı fe'li sifət və məsdər. Ən çox edilən səhvlərdən biri budur. Yoldaşlar, yadda saxlayın ki, məsdər tərkibi, fe'li sifət tərkibi xəbər olanda yalnızca nə olur? İsmi xəbər olur. Fe'li xəbər ola bilmir. Biri də sildim. Frazeoloji birləşmə. Frazeoloji birləşmə iki cür işlənə bilər. Birisi fe'lin təsriflənməyən formalarında. Biri də var ki, fe'lin təsriflənə bilən formalarında. Məsələn, 2 dənə frazeoloji birləşmə yazıram sizin üçün və aradakı fərqi gəlin müşahidə edək. Deyirsən ki, o mənim xoşuma gələndir. Aha. Mənim xoşuma gələndir. Nə? O. Hətta burada bir tərkib yaradıb deyə bilərik. Çünki mən bir söz, xoşuna gəlmək ikinci söz və nəticədə olur fe'li sifət tərkibi. Əsas tərəfi nə ilə ifadə olunub? Fe'li sifətlə ifadə olunub. An-əni siz burada görə bilərsiniz. Amma desəm ki, o xoşuma gəldi. Bu cümlədə artıq xoşuma gəldi fe'li xəbərdir yoldaşlar. Çünki şühudi keçmiş zamanda fe'lin xəbər şəkli ilə ifadə olunub. Yəni, ikini götürmək də olar, götürməmək də yerindən asılı olaraq. Amma yəni fe'li xəbər ola bilir. Deməli, ikini biz götürdük. Təsriflənən fe'lləri onsuz da bilirsiniz yoldaşlar. Təsriflənən fe'llərin ancaq vəzifəsi fe'li xəbər olmaqdır. Mürəkkəb fe'llərə gəlincə isə yenə də mürəkkəb fe'llər iki cür təzahür edə bilər. Fe'li sifət məsdər fe'li bağlama formasında, bir də təsriflənən fe'l formasında. Bizə lazım olan nədir? Təsriflənən fe'l forması. Məsələn, o kömək etdi. O köməyi da yığışdıraq. O mənlə dost oldu. Qeyd olunmuş nümunədə dost olmaq, kömək etmək nələrdir? Mürəkkəb fe'llərdir. Yəni, doğru cavabımız 2, 4 və 5 olacaq. Növbəti sualımıza keçid edək. İkinci sualımız bir çoxlarına biraz qarışıq gələ bilər. Hansı söz yerinə görə şəkilçisiz sadə sifət, şəkilçisiz sadə zərf, şəkilçili sadə fe'l kimi işlənə bilər? Deməli, yoldaşlar,
Sadə sifət olması üçün biz nə etməliyik? Öncəliklə bunu aydınlaşdıraq. Quru sözü ilə başlayıram. Quru sözünü həqiqətən feil kimi işlədə bilərəm. Yəni, qurumaq feili ola bilər. Məsələn, sifət də ola bilər. Məsələn, quru söz. Düzdürmü? Sifətdə işlətdim. Yaxşı, bəs feil olanda məndən şəkilçili feil istəyir. Axı, bu feil olanda şəkilçili olmur, şəkilçisiz feil olur. Yəni, mənim heç bir işimə yaramır axı bu. Deməli, bu natamamdır. Qara sözü həmçinin. Qara sözü isim ola bilər. Yəni, biz, məsələn, qara sözünü yemək olaraq düşünə bilərik, aşqara. Bir də sifət ola bilər. Məsələn, qara rəng mənasında rəng bildirən sifət olur. Ancaq ki, siz burada qara sözünü feil olaraq düşünə bilərsinizmi? Xeyr. Gülər sözünü feil olaraq düşünmək olar. Ar-ər nə olacaq? Qeyri-qəti gələcək zamanın şəkilçisi. Feil kimi düşündüm. Sifət kimi bilirsiniz hansı halda gülər sözü düşünülür? O da mürəkkəb sözün bir komponenti olur. Məsələn, gülərüz. Burada artıq gül və üz sözləri ilə yaranıb mürəkkəb sifətdir. Onun xaricində gülər deyə bir sifət götürmək mənalı olmaz. Yəni, bir dənə feil olaraq işlətdim. Sarı sözü sarımaq feili ola bilir. Sadə feil olur və şəkilçisiz olur. Sarı sözü rəng bildirən sifət ola bilir, yoldaşlar. Bir də qoşma ola bilir. Məsələn, evə sarı getdim. Onun xaricində bir şey olmur. Doğru cavab qoşa olacaq. Bəs niyə? Gəlin onu müzakirə edək. Qoşa sözü bildiyiniz kimi məsələn, bu mövqedə sifət olaraq işlənibdir. Və bir dənə bir nümunə var. Həm şeirdir, həm də bir mahnı sözü. Deyir ki, biz taleyin oyununda cütlənmiş zərik. 1000 il qoşa atılsaq da qoşa düşmərik. Və nəticədə biz bu qoşa sözünü nə götürəcəyik, yoldaşlar? Əlbəttə ki, zərf olaraq götürəcəyik. Bir də feil ola bilər. Qoşmaq feilinə artırılmış A şəkilçisi kimi düşünə bilərsiniz. Nə şəkilçisidir bu? Yönlük? Təbii ki, yox. Arzu şəkli. Tabellik əlaqəsinin yaranmasında iştirak etmir. Öncəliklə uşaqlar, bu sual bizim üçün önəmlidir. Abituriyent jurnalında da düşüb. Mən bəzən şagirdlərə uzlaşma yerinə eyni zamanda idarə ilə yanaşmanı da öyrədirəm. Belə məqamda bizim işimizə yarayır. Öncəliklə uzlaşma əlaqəsindən başlayaq. Tabellik əlaqəsində uzlaşma, yanaşma, idarə 3 əlaqə var. Biz uzlaşmadan başlayaq. Uzlaşmanın yaranması, daha doğrusu uzlaşmanın formalaşdığı yerlərdən biri nədir? Bildiyiniz kimi mübtəda və xəbər arasında olur və xəbərlərdə xəbəri şəkilçisi və şəxs şəkilçiləri olur. Şəxs şəkilçiləri adətən deməli nələrlə bağlıdır uşaqlar? Feillərlə bağlıdır. Xəbəri şəkilçiləri əsasən adlarla bağlı olur. Yəni, bir sözün, bir adətən adın xəbər vəzifəsində işlənməsinə kömək edən şəkilçi xəbəri şəkilçilərdir. Məsələn, gəlin mübtəda xəbər arasında A ilə C-nin necə işə yaradığını göstərək. Deyirəm ki, nümunəmdə mən müəlliməm. Burada am şəkilçisindən istifadə etdim. Mübtəda və xəbər arasında əlaqə yaratmaqdan ötürü biz xəbəri şəkilçisindən istifadə etdik və uzlaşmaya xidmət göstərdik. Eyni şey şəxs şəkilçilərinə aiddir. Məsələn, sən gedirsən. İr zaman şəkilçisi olsa da sən şəxs sonluğu olaraq dəyərləndirilir. Yenə də mübtəda və xəbər arasında əlaqə yaratmağa xidmət elədi. Hal şəkilçiləri idarə əlaqəsi üçün köməkçidir. Mənsubiyyət də yenə də bizim işimizə yarayacaq, yoldaşlar. İndi bir əlaqə yazıram buradan. Məsələn, yazıram ki, validənin qələmi. Verilmiş nümunədə in nədir? Yəlik al. İ nədir bəs? Mənsubiyyət şəkilçisidir, düzdürmü? Burada birinci, mənsubiyyət şəkilçisinə görə sən uzlaşma var deyirsən. Uzlaşmaya görə birinci gəlir əsas tərəf, ikinci gəlir aslı tərəf. Yəlik hal olduğuna görə sən burada həm də idarə əlaqəsi götürürsən. Birinci tərəf olur aslı tərəf, ikinci tərəf olur əsas tərəf. Deməli, həm mənsubiyyət, həm də yəlik hal xidmət göstərdi. Lakin leksik şəkilçilər yeni söz yaratmaq xaricində demək olar ki, bizim bir işimizə yaramayacaq, yoldaşlar. Bunu da nəzərinizə çatdıraq.
Daha sonra nümunəmizdə deyir ki, hansı nümunədə, yəni nümunədə cümlə üzvü yerində çıxış edən nömrələnmiş sözlərin mübtəda ilə qrammatik əlaqəsi yoxdur. Burada biraz sual qəribə düşüb. Hansı nümunədə bu yoxdur deyəcəkdir. Mübtəda ilə ümumiyyətlə əlaqəyə girə bilməyən cümlə üzvlərimiz hansılardır? Mübtəda ilə əlaqəyə girə bilmir zərflik və bir də tamamlıq. Bu ikisi əlaqəyə girə bilməyəcək. Amma mübtəda ilə əlaqəyə girə bilənlər nədir? Təyin və bir də təbii ki, xəbər. Vəssalam. İndi gəlin aşağıdan cümləni olduğu kimi vermişəm rəqəmsiz ki, rahat biz təhlilimizi aparaq. Bu qırmızı rəngdən də bezdim, bunun rəngini dəyişim. İndi Vasif, əvvəlki sinif yoldaşlarım tədbirə gələcəklər. Burada Vasifi xitab olaraq düşünə bilərsiniz, yoldaşlar, problem deyil, əslində düşünmək olur. Ancaq ki, belə bir məsələ var. Nömrələnmiş sözlərin yuxarıda cümlə üzvü olduğunu özü deyib. Ona görə də düşünməməyinizi burada özü öncədən bildirib ki, yəni düşünmə onu. Deməli, təhlil edirəm. Gələcəklər, kim gələcək? Onlar, yəni Vasif və sinif yoldaşlarım. Yəni iki müxtəlif deməli obyekti biz qeyd elədik. Daha doğrusu subyekti, yəni iş görəni. Hansı sinif yoldaşlarım? Əvvəlki sinif yoldaşlarım. Nə zaman gələcəklər? İndi zaman zərfliyi. Haraya gələcəklər? Tədbirə, yer zərfliyi. Gördüyünüz kimi yoldaşlar, bizim mübtədalarımız bir buradadır, bir də buradadır. Və sənə deyir ki, mübtəda ilə qrammatik əlaqəsi olmayanları seç. İndi mübtədanın özünü seçəsi deyirəm ki, əlaqəyə girənləri seçirəm. Əvvəlki sözü təyindir, sinif yoldaşlarım sözü ilə əlaqəyə girib. Deməli, onda problem yoxdur, o düzdür. Gələcəklər sözü xəbərdir. Təbii ki, o nə ilə əlaqəyə girib? İki mübtəda ilə də həmcins mübtədaları var, əlaqəyə giribdir. Lakin indi sözü nədir uşaqlar? Zaman zərfliyi. Tədbirə sözü nədir uşaqlar? O da yer zərfliyidir. Və nəticə etibarilə mən biri, yəni indi sözünü, bir də tədbirə, yəni 6 nömrəli sözü götürəcəm. Çünki onlar zərflikdir və xəbərlə əlaqəyə girmir. Daha sonra uşaqlar, hər il düşən bir sual tipini sizlə bölüşmək istəyirəm. Yəni, biz dil və yazı barədə məlumatlara malik olmalıyıq. Ümumiyyətlə, uşaqlar, nəzərinizə çatdırım ki, dil, yazı və eləcə də üslubiyyat bölməsi biraz əzbərə dayanır. Ona görə oradakı bilgiləri yaxşı mənimsəsəz, təbii ki, məntiqini bilərək mənimsəsəniz, burada heç bir problem yaşamayacaqsınız, əmin ola bilərsiniz. Deməli, uşaqlar, dil və yazı haqqında başlıqlara fikir verin. Deyir, yeganə ünsiyyət vasitəsi deyil. Bu düz fikirdir, çünki yazı da var əlavə ünsiyyət vasitəsi kimi. Yazıya yazıb işarələr sistemidir, düzdür. İrsi xüsusiyyət daşımır, bəli. Ümumiyyətlə, bu irq, bir də irs sözünü yadda saxlayın. İrsin mənasını bilirsiniz də, dədə-babadan, ulu-babadan gələn bizim deməli genlərimizdə olanlar, irsimizdə olanlar, nəslimizdə olanlar. İrq də nədir uşaqlar? Məsələn, bir qara dərili vətəndaş Azərbaycanca danışırsa, burada təəccüblənməli nəsə yoxdur. Ya o əziyyət çəkib bizim dilimizi öyrənibdir, yaxud da uşaqlar burada böyüyüb boya başa çatıb. İndi gəl belə bir məntiq işlədək. Bir uşaq düşünün, olsun elə qara dərili bir az yaşlı. Bu uşaq hələ dil açmamış, hələ anlama qabiliyyəti tam formalaşmamış, gəlib Azərbaycana, Bakıda böyüyübdür. Və nəticə etibarilə onun danışacağı dil, onun dədə-babalarının, onun genlərindən o gələn bir şey deyil ki, nə dilində danışacaq, hansı mühitə düşübsə, o dildə danışacaq. Ona görə də nə irqlə bağlıdır, nə irslə bağlıdır. Yəni, irsi xüsusiyyət daşımır, irqi xüsusiyyət daşımır deyirsə, bu düzdür. İlk ifadə forması əşyalar vasitəsilə olub. Bu düz fikirdir uşaqlar. Ümumiyyətlə, yadda saxlayın. Bunun növləri nələrdir? Mən buranı bir silim. Birinci, yazımızın forması əşyavi yazıdır. İnsanlar əşyalar vasitəsilə əlaqə saxlayırdı. İkinci formamız uşaqlar şəkli yazıdır, şəkil çəkərək. Üçüncü formamız artıq fikri yazıdır. O da şəkil çəkərək olur. Amma ki, onun arxasında, şəklin arxasında müəyyən bir fikir var. Dördüncü yazımız hərfi yazıdır, yoldaşlar. Bunu da biləsiniz. Və deməli, ilk ifadə forması əşyalar olub, bu da düzdür. 1 ilə 2-dəki bilgilər düzdür. Yaranması fərdi prosesi. Az əvvəl dedim, heç kim bir otağın içində tək qalıb, bir dillə formalaşa sıfırdan yarana bilməz.
Ümumiyyətlə, dilin yaranması üçün uşaqlar nə lazımdır? Bizə cəmiyyət lazımdır. Cəmiyyətdən qıraqda dil formalaşsaydı, meşədəki heyvanlar da bir dildə danışardı. Ən mühüm ünsiyyət vasitəsidir desəydi, bu dilin altından yazsa düz olar. Yazı ən mühüm ünsiyyət vasitəsi deyil, ən mühüm olan dil olacaq. İnsanın əməklə məşğul olmağa başlaması da dilin yaranmasında rol oynayıb. Bəli, nəzərə alın ki, uşaqlar, İnsan, ibtidai insan, yəni siz tarix kitablarında bunu görürsünüz. Get-gedə bədən quruluşu dəyişib. Yəni 4 vasitədən istifadə eləmirdi, əl-ayaqlardan istifadə etmirdi getmək üçün. Yavaş-yavaş əllərini əmək üçün sərf edir, ayaq üstə durmağı öyrənir. Və onun həm fizioloji quruluşu, yəni dik durmağı, bədənin, qamətin düzəlməyi, həm də əməklə məşğul olmaq, əllə nəsə iş görmək, İnsanın nəyini formalaşdırıb? Həm bədənini, həm də işlə məşğul olmaq şuurunu formalaşdırıb. Yəni, beynini formalaşdırıb. Və nəticədə şuur formalaşırsa, dil də formalaşır. Məsələn, heyvanlar və insanlar arasındakı əsas fərq şuurla bağlıdır. Və ona görə, məsələn, onlar danışa bilmədiyi halda biz danışırıq. Sonra deyir, hərfi yazı ideoqrafik yazıdan sonra əmələ gəlib. Bəli, ideoqrafik yazı, yəni fikri yazı 3-cü, hərfi yazı isə sonraki 4-cü mərhələdədir. Bu da düz fikirdir, bunu da düz götürürəm. Dilin yaranmasının insan fizioloji quruluşu ilə əlaqəsi yoxdur deyirsə, səhvdir. Az əvvəl necə səhv olduğunu izah etdim. Şirniyyat mağazasının üzərinə çəkilmiş, deməli, tort şəkli deyir ki, fikri yazıdır. Bu da yanlış şəkildə ifadə olunub. Tort şəkli şirniyyat mağazasının üstündə varsa, bu fikri yazı deyil. Bu elə şəkli yazı olacaq. Çünki tort var, deyir ki, tort satıram. Fikri yazının məntiqi odur ki, məsələn, tort şəkli qoya ora, amma tort satmır. Tortla bağlı ləvazimatlar satır. Hə, o halda sən deyərdin ki, deməli, burada həqiqətən bir məntiq yatır. Ona da diqqət edin uşaqlar. Bu da çox maraqlı sualdır. Hansı suala cavab verən cümlə üzvü olmalıydı? Burada bir hərf səhvi var, ona fikir verməyin. Hansı suala cavab verən cümlə üzvü feili birləşmə ilə ifadə oluna bilməz. Deməli, bizə feili birləşmə lazımdır. Bildiyiniz kimi feili birləşmələr məsdər tərkibi, feili sifət tərkibi, feili bağlama tərkibidir. Kim sualına cavab verən bir feili birləşmə yaradıram? Deyirəm ki, yaxşı oxuyan özünü bəlli edir. Bəlli edir. Kim? Yaxşı oxuyan. Gördüyünüz kimi nədir? Feili sifət tərkibidir və kim sualına cavab verdi. Deməli, ifadə oluna bilərmiş. Əgər mən desəm ki, burada, məsələn, yaxşı oxuyan şagird özünü bəlli edir. Kim? Şagird. Hansı şagird? Bunu biraz belə silək. Aha. Yaxşı oxuyan şagird. Bu zaman hansı sualını da mən tapmış oldum. Sonraki ifadəmiz nə üçündür? Deyirəm ki, məsələn, yaxşı öyrənmək üçün məni izlə. Məni izlə. Nə üçün? Yaxşı öyrənmək üçün. Baxın, nə üçün? Yaxşı öyrənmək üçün. Məsdərin sualıdır. Kiməm sualı? Deyirsən ki, mən dərsi izah edənəm. Dərsi izah edənəm xəbər. Kim? Mən. Gördüyünüz kimi mübtəda xəbər. Bura kimi hər şey aydındır. Gəldik nə edək sualına. Sualın quruluşuna baxın. Nə edək sualı yalnız feil xəbərin, təsriflənən feilin sualı ola bilər. Məsələn, deyirsən ki, oturaq, duraq, deyək, gülək, əylənək. Bu iki cür düşünülə bilər bu arada nə edək sualı olsa da. A-nı ayrı, qı-nı ayrı düşünsən feilin arzu şəkli. A-qı bütöv düşünsən nə olacaq? Feilin əmr şəkli olacaq. Deməli, davam edək. Sadə cümlənin tərkibində deyir, əsasən işlənmir. Çox maraqlı və məntiqli bir sualdır, yoldaşlar. Öncəliklə bu qaydanı yadda saxlayaq.
Tabellik bağlayıcıları yalnız tabeli mürəkkəb cümlənin tərkibində olur. Məsələn, hərgah nə bağlayıcısıdır? Tabellik bağlayıcısıdır və məzmun olaraq şərt bağlayıcısıdır. Hərçənd də bildiyiniz kimi güzəşt bağlayıcısıdır. Bunları bəri başdan götürdüm. Çünki bu bağlayıcıların olduğu cümlə sadə ola bilməz. Yəni, bu bağlayıcılar sadə cümlənin tərkibində ola bilməz. Ağıllıdırsa sözünü də götürürəm, çünki orada isə hissəcikli söz var. Ümumiyyətlə, isə hissəciyi olan söz və eyni zamanda sasə şərt şəkli olan söz mütləq şəkildə budaq cümlənin xəbəri olur. Baş və budaq cümlənin yerini müəyyən etmək üçün bizim kanalımızda video da var, ona baxa bilərsiniz. Bəli ədatı istənilən yerdə işlənə bilər, sadə, mürəkkəb heç bir fərqi yoxdur. Bəli, gəldim. Məsələn, belə bir cümlə işlədirsən, hətta söz cümlənin də tərkibində ola bilər. Yəqin sözü, yəqin gəlməyəcək, sadə cümlə. Ancaq sözü yerinə görə bağlayıcı, yerinə görə nə ola bilir yoldaşlar? Ədat ola bilir. Bağlayıcı olanda da elə bir bağlayıcıdır ki, uşaqlar, tabesizlik. Yəni, tabesizlik bağlayıcısını görən kimi bir cümləni o dəqiqə biz gedib tabesiz mürəkkəb cümlə götürməməliyik. Çünki ancaq, amma, ancaq, lakin müxtəlif bağlayıcılar tabesizdə. Sadənin içində işlənə bilir. Həm tabesizin, hətta tabelinin belə içində işlənə bilər. Məsələn, deyirəm ki, validə gəldi, ancaq onu tapmadı. Tapmadı. Gəldi, kim validə? Vəssalam. Yəni, gördüyün kimi bu cürdə işlənə bilir. Nidalarla bağlı səhv fikri müəyyən edin yoldaşlar. Bütün çağırış nidaları həm xitabla, həm də tək işlənə bilər. Bu səhv uşaqlar. Xitabla işlənməyi əksərən doğrudur. Məsələn, deyirsən ki, ey filan kəs, mənə bax. Məsələn, filan kəsin yerinə istədiyin adı qoya bilərsən. Hə, ey filan kəs, burada xitabla işləndiyini görsən. Amma məsələn, elə nidalar var ki, məsələn, A nidası. A uşaq. A uşaq, bəri bax. Ay uşaq, bəri bax. Sən burada A-nı durub tək işlədə bilərsən? Yox. Deməli, bu bütün sözünə görə səhvdir. Nidalar hiss həyəcan bildirməklə yanaşı həm də sözlər arasında əlaqə yaradan nitq hissəsidir. Bura kimi yaxşı gəlmişdi, amma sözlər arasında, cümlələr arasında əlaqə yaratmaq bağlayıcıya məxsus xüsusiyyətdir. Yarısını səhv veribdir. Bir qismi söz cümlə kimi çıxış edə bilir. Bəli, bu düz fikirdir uşaqlar. Söz cümlənin ifadə vasitələri nə olurdu? Bir ola bilər bəzi nidalar, bir ola bilər bəzi modal sözlər, bir də təsdiq və inkar ədatlarını deyə bilərik. Bəzi nidalar amonimlik yarada bilir. Bəli, məsələn, ay nidasını götürürəm. Deyək, ay bir nida olur, bir isim olur. Hansı mənada? Məsələn, 12 ay mənasında. Bir də yerin peykinə də ay deyirlər, yəni göy cismi. Gördüyünüz kimi oldu. Nidalar cümlə üzərindən yalnız vergüllə ayrılır. Xeyr, tamamilə səhvdir uşaqlar. Məsələn, kitabda belə bir nümunə var idi. Həmin nümunə şeir parçasıdır. Qoyun, baxın bir nə deyir. Hə, deyir, hey qoca dünya təslim ol, sənə qarşı yürüyüş var. Məsələn, orada nidadan sonra istifadə olunan duruq işarəsi elə nida işarəsinin özü idi. Məsələn, deyir ki, hey qoca dünya təslim ol, sənə qarşı yürüyüş var. İndi ardını yazmıram. Gördüyünüz kimi burada nə işlənibdir? Nida işlənib, amma vergül də ola bilər. Yalnız vergül deyilsə, bu artıq nədir? Səhv. Səhvləri də istəyirsə 1, 2, 5 doğru cavab olacaq. Cümlənin qrammatik əsası haqqında doğru fikirlər hansılardır? Qrammatik əsas çox soruşur. Uşaqlar testdə görür, xüsusən yeni başlayan şagirdlər. Müəllim, qrammatik əsas nədir biz bilmirik. Uşaqlar, qrammatik əsas mübtəda xəbərdir, bir düzdür. Deyir ki, xəbərlə mübtəda arasında şəxsə və kəmiyyətə görə uzlaşma pozulmur. Şəxsə görə uzlaşma adətən pozulmur. Məsələn, mən gəlirik demirsən, biz gəlirik deyirsən, mən gəlirəm deyirsən. Amma kəmiyyətə görə uzlaşma pozula bilər. Bununla bağlı bizim sual-cavab 2 rubrikamızda normalara həsr olunmuşdu. Onu izləməyinizi tövsiyə edirəm. Geniş izah etmişəm.
öyrənmişəm. Belə deyək uşaqlar, məsələn, mübtəda və xəbər arasında hər zaman belə bir məntiq var. Mübtəda deyir ki, mən əgər cəmdəyəmsə, xəbərdə nə olmalıdır? Cəmdə olmalıdır. Yəni, mübtəda cəmdədirsə, onun qarşısında işlənən xəbərdə cəmdə olmalıdır və yaxud əksinə, mübtəda təkdədirsə, onun qarşısına qoyduğun xəbərdə təkdə olmalıdır. Amma bəzən qrammatik normada bu üst-üstə düşmür. Məsələn, cümlə yazıram, şüşələr sındı dedim. Düzdürmü? Mənim bu nümunəm tamamilə düzdür elmi cəhətdən, çünki şüşələr sözü cəmdədir, cansız varlığı bildirir. Cəmdə olsa da sındı sözü mütləq təkdə olmalıdır. Şüşələr sındılar desəm fikir ver, necə məntiqsiz alınır. Təbii bu bizim işimizə yaramaz. Bu qrammatik cəhətdən uğurlu nümunə olsa da, uzlaşma cəhətdən pozuntu hesab olunur. Yəni, pozulmur deyirsə, bu artıq səhv fikirdir. Söz birləşməsi ilə ifadə olunmuş mübtəda və xəbərlər mürəkkəb cümlə üzvü sayılır. Mürəkkəb və sadə cümlə üzvü anlayışını bilmək lazımdır. İstənilən cümlə üzvü mübtəda xəbəri yazıb burada. Bunun yerinə təyin, tamamlıq, zərflik də deyə bilərsən. Həm sadə ola bilər, həm mürəkkəb ola bilər. Sadə olması üçün nitq hissəsi ilə ifadə olunması gərəkdir. Məsələn, bir nümunə verirəm. Şagird bunu çox çaşdırır. Deyirsən ki, Koroğlu gəldi. Şagird deyir ki, ay müəllim, Koroğlu sözü mürəkkəbdir və ona görə də mən bunu mürəkkəb mübtəda götürüm. Xeyr, mübtədanı mürəkkəb götürmək başqa şeydir. Mübtədanın ifadə vasitəsi olan bu nümunəni mürəkkəb götürmək başqa şeydir. Bəli, həqiqətən Koroğlu mürəkkəb xüsusi isimdir. Amma mübtəda olaraq sadə mübtədadır. Çünki bir dənə cümlə üzvünü sən əgər istəyirsənsə mürəkkəb götürəsən, o həqiqətən söz birləşməsi və ya mürəkkəb adla ifadə olunmalıdır. Deməli, 3 düzdür. Sonra deyir, xəbərdə mübtədaya aid hərəkət və ya əlamət öz əksini tapır. Bəli, gəlin bunun məntiqini biraz başa salaq biz. Belə eləyək, çünki bəzi fikirlər düşməyib. Deməli, yoldaşlar, məntiq nədən ibarətdir? Gəlin, baxaq. Nümunə qururam və deyirəm ki, nümunəmizi fərqləndirək. Deyirəm ki, məsələn, validə yaxşıdır. Görədə indi. Yaxşıdır kim? Validə. Validənin vəziyyətini izah etdim. Və ya validə müəllimdir. Validə zəngindir. Belə desəm, validə ilə bağlı bir sıra bilgiləri mən ortaya çıxarmış oluram. Yəni, onu əlamət cəhətdən bir-bir izah edirəm. Bir də deyirəm ki, validə gəldi. Bu isə validənin hərəkətini bildirir. Yəni, xəbər əslində belə baxanda mübtədadan daha çox iş görür, biz deyə bilərik. Deməli, bu da düzdür uşaqlar. İkinci dərəcəli üzvlərin hamısı mübtədadan asılı ola bilir deyirsə, bu yanlışdır. Az əvvəl biz yadınızdadırsa dedik. Dedik ki, zərflik və tamamlıq heç vaxt mübtəda ilə əlaqəyə girə bilmir. Yəni ki, aslı əsas məsələsi orada yanlış olacaq. Son olaraq maraqlı bir üslubiyyat sualımız var və sizə deyir ki, verilənlər içərisində hansı üslubun xüsusiyyəti yoxdur. Lüğət tərkibi nə qədər yığcam, sintaksi nə qədər məhduddursa, normallığı o qədər möhkəmdir. Söhbət rəsmi işgüzar üslubdan gedir. Bunları əzbər bilməlisiniz. Yəni, bu qaçış yoxdur. Müxtəlif xalqlardan olan mütəxəssislərin hamısı üçün anlaşıqlı olan vasitələrə xüsusi yer verilir. Mütəxəssis kimdir? Hər hansı bir işi yaxşı bilən, peşə sahəsi, ixtisas sahəsi. Və alimlər yadımıza gəlir, hər hansı bir işlə ciddi məşğul olanlar. Və bu elmi üsluba aiddir ki, istənilən xalqda bu elmi üsluba aid nümunələr var. Yəni, riyaziyyat burada da kosinus, sinus, tangens müzakirə olunur. Orada da, yəni Avropada da bu müzakirə olunur. Dəyişən bir şey yoxdur. Ədəbi dil tarixində həmişə aparıcı üslub deyirsə, birbaşa ağlınıza bədii üslub gəlməlidir. Aydınlığa, kütləvi anlaşıqlığa, təsirliyə xüsusi diqqət yetirilir. Həm şifahi, həm yazılı olur. Təbii ki, publistik üslub olacaq. Deməli, burada hansı üslubu yoxdur, yoldaşlar? Burada məişət üslubu ilə bağlı bilgi yoxdur. Şifahi formada olan publistik üsluba qəzet, radio, yazılı formada olanlara isə nələr aiddir? Təbii ki, jurnallar və s. qəzetlər aid olacaq. Belə uşaqlar, ümid edirəm videomuz sizin üçün faydalı oldu. Burada da belə sosial şəbəkələrimizi göstərək.
Hazırlıqlarla bağlı əlaqə saxlaya bilərsiniz yoldaşlar. Nəzərinizə çatdırım ki, vaxt məhduddur və artıq biz dərslərimizə başlayacağıq. Bu il yay qrupları olmayacaq. Bir layihə üzərində, təhsillə bağlı bir layihə üzərində çalışıram ona görə. Ona görə də bizim qruplardan yararlanmaq və sentyabrda yenə bizlə güclü bir şəkildə hazırlaşmaq istəyirsinizsə, qeyd olunan əlaqə nömrələri ilə əlaqə saxlaya bilərsiniz və digər WhatsApp kanalımız ola bilər, Instagram ola bilər, Telegram ola bilər, YouTube-dan ola bilər. Bizi izləyin ki, bütün faydalı, deyək ki, paylaşımlardan vaxtında xəbərdar olasınız. Sağ olun, salamat qalın. Videonu bəyənməyi unutmayın.